Nəfəs Psixonevroloji Sağlamlıq Mərkəzinin bildiyimiz kimi reabilitativ hissəsi var. Bilmək istərdik, bu reabilitativ hissə neçə müddətli fəaliyyət göstərir və hansı xidmətləri verir? Ümumiyyətlə, Nəfəs Psixi Sağlamlıq Akademiyası artıq 6 ildən çoxdur ki, fəaliyyət göstərir və bu fəaliyyətin ən əsas istiqamətlərindən biri də xüsusilə neyroinkişaf pozuntularında reabilitasiya xidmətinin göstərdiyi reabilitasiya şöbəsidir. Reabilitasiya şöbəsində psixoloqlar, loqopedlər, psixopedaqoqlar, idman mütəxəssisləri, duyu bütünləmə mütəxəssisləri kimi bir çox mütəxəssislər işləyir. Çox geniş bir komandamız var və komandamıza cəlb olunan bütün mütəxəssislər seçilərək alınır. Hamısı müəyyən istər nəzəri, istər praktiki imtahanlardan keçirlər. Yəni xüsusi bir tapşırıqla, xahişlə, dostluqla bizə mütəxəssis cəlb olunmur. Ən önəmli iş mütəxəssis çox keyfiyyətli ola bilər və ya orta keyfiyyətli ola bilər. Amma mütəxəssisin ən önəmlisi birincisi yaxşı insan olmalıdır və vicdanlı insan olmalıdır. Biz ümumiyyətlə Nəfəs Psixi Sağlamlıq Akademiyasının reabilitasiya komandasında pasientlərimizə də hər zaman bunu xüsusilə vurğulayırıq ki, biz insana dəyər veririk və biz insana, övladlarımıza həqiqətən keyfiyyətli xidmət göstərir, vicdanlı xidmət göstərməyə çalışırıq. Burada əsasən şikayətlər ümumiyyətlə reabilitasiya xidmətlərində sırf Azərbaycanda daha çox maddi tərəfini, yəni insanlar ön plana çıxardırlar, xərclənən pullar və s. falan. Amma təəssüf ki, reabilitasiya həqiqətən biraz əziyyətli, uzun və maddi vəsait tələb edən bir işdir. Dünyada ortalama bu işə xərclənən pulun dünya ortalamasından söhbət gedir. Ən az $500 aylıq. Yəni bu az pul deyil, bizim ölkəmiz üçün də az büdcə deyil. Amma ən azından biz maksimum şəkildə bütün maddi, mənəvi, fiziki, zehni ehtiyacları bir araya gətirib diqqətə alaraq pasientlərimizə optimal bir xidmət göstərməyə və onlara keyfiyyətli xidməti ən uyğun şərtlərlə göstərməyə çalışırıq.